Ata əlaqəsi. Ağır anlarda ata olmaq. Təxminən 20 il bundan əvvəl ilk övladım dünyaya gələrkən onu öz əllərimdə tutmuşdum. O vaxt ağlıma gələn fikir və həyəcanlı anları hələ də yaxşı xatırlayıram. Başımı aşağı əyərək yenicə həyata göz açmış qızım Kellinin üzünə baxdım. Kelly sarı rəngli yumuşaq ədyala bələnmişdi. Mən isə onun əl barmaqlarını sayır və onun körpə bədəninin nə qədər tam və mürəkkəb olduğundan heyrətə gəlmişdim. Aciz vəziyyətdə olan qızım mənim üçün çox dəyərli idi. Sevgi və heyrət dolu gözlərimi ona zilləyib baxdığım zaman qəlbimi bambaşqa, olduqca yaxşı tanıdığım bir his bürüdü. Bu qorxu hissi idi. Öz-özümə, mən nə edirəm? Mən axı ata vəzifəsini yerinə yetirməyi bilmirəm, dedim.